Əziz gözəl dostlar, mən sizlərə belə bir durumda hal-hazırdakı bu sellərin basdığı, hər kəs danışdığı bir müddətdə başqa bir proqnoz verəcəm. Mən gündəmədə baxıb danışan biri deyiləm. Baxın, Rusiya ərazisindəki savaş artıq Ukraynanın olan başqa bir regionlara sıçrayacağını hiss edirəm yaxın bir dönəm, tarix. Demeyim sıfırlarından doğru olmaya bilər. Bu bir. Türkiyədə demişdim ara qarışan gərginliklər olacaq. Bugün İsrail səfərinin qabağında bir terror hadisə olub və bu bir başlanğıcdır. Mən xatırladıram. Qaldı ki, Qusar səmalarında 2 dənə qırıcı, bilirsiniz, vertolyot zat yox, qırıcı tipli samolyot dövr eləyibdi. Yəqin ki, təlimdir, hər nədir, Allah xeyirli eləsin. Bu da yəqin görənlər olub Qusarda. Təbii ki, təlimlər eləyirsə, nə üçün eləyir? Bu lazımdır, amma bizim tərəflərdə çox da yuxarıdan getməyib. 2 dənə qırıcı tipli təyyarəni savaş qırıcılar deyirlər də, onlar əsasən də onlarda istifadə olublar. Dünyada gedən sellər, suların Trump gələndən sonra savaşları böyüdəndə, gərgin olanda və təbii fəlakətlərində çox olacağını demişdim. Trump bugün üçün, bu gecə üçün öz açdığı bəyanatda insanların hansı ki briefingdə deyiblər ki, bu gecə İran üçün misli görülməmiş, o İranı sildirəcək qaydada büyük bir gecə olacaq deyir. Bugün də ayın 8-idir. Bir çoxlara sual verir ki, bugün 8 nəsə ola bilər? Mən o barədə bir şey deyə bilmirəm. Allah qorusun, heç nə olmaz. Bizim bölgə, bizim üçün hər şey gözəl olar. Amma sırf budur ki, mən Azərbaycanlılar, hələ ki siz qorxmayın demişdim. Gəl o videonu bir də göstərim. Və əziz gözəl dostlarımız, mənə çoxları demişdi ki, savaş başlayandan sonra bir dənə, 2 dənə belə raket və son bir şey Türkiyəyə və bizim Naxçıvan tərəfə atanda mənə demişdilər ki, sən qorxmayın demişdim, nə bilim nə, o məni göz götürməyən. Mən dedim ki, bəli, hələ ki qorxacaq bir şey yoxdur, qorxmayın, çünki bizim üçün qorxacaq bir şey hiss etmirəm demişdim. Deyil, çünki mən 2025-ci ildən sonra Azərbaycanda heç bir savaşla əlaqədar bir problemin qalmayacağını demişdim. Yəni sağ qalsaq biz bunun dedikləri iş edəcəyi demişdim. Dünya savaşı olacaq, İran bərbad hala qalacaq, Rusiyanın savaşı daha çox böyük silahlar partlayacaq, Azərbaycan bir şeydən qorumalıdır, təbii fəlakətlərdən. Bir də ətraf bölgə, kənar ölkələrdə savaşlar, böyük raketlər parçalanmalar olur və onun ximikatlardan, havadan gələn dərmanları alıb qorumalıdır. Başqa Azərbaycan üçün hər hansı bir silahlı tox heç bir şey hiss etmirəm, etməyəcəyi demişdim. Çünki bizim güclü bir siyasət aparan başçımız var. Çünki o siyasəti bölgədə elə qurub ki... Bəli, 13 yanvarın paylaşımı idi. Hələ ki qorxmayın, elə bir şey gözlənilmir. Dünya savaş 3-cü başladığı təqdirdə bir çox şeylər sonradan olacağı demişəm. Ona görə də hələ ki qorxmağa bir dönəm deyil. Yəni bu qırıcıların Qusar zamanısında yəqin bir təlimdir. İranda partlayacaq olan ximikatlardan utduğu nəfəsi ilə bəzi xəstəliklərin təkanları olacaq və radiasiya sızılmaları, bu kimi şeylərdən qorumaq üçün dəfələrlə mən bu şeylər, bu İran savaşı olana qədər verdiyim proqnozlar ki var, işlənlər bilir də mənim saytlarımda. Artıq bugün dünya radiasiyadan qorunmaq barədə düşünür və danışırlar. Əsasən də İranda bu ola biləcək deyə bəzi saytlar, bəzi kanallar da bunları barədə danışır. Halbuki mən bunları İran savaşdan əvvəl bu barədə proqnozlar vermişdim. Xatırlayanlar bilir, videolarda var. Və hal-hazırda mənə inanan bir kəslərə deyirəm ki, təbii fəlakətlər davam edəcək. 3-4 il qədər, ən azından 5 ilə qədər təbii fəlakətlər daha çox alovlanacaq. Çaylarda, çuxurlarda, kimin ki evləri var, çayların qırağında, çuxurlarda tikilmiş. Yenə də hələ ki gec deyil, kimlər ki ziyan görməyibsə, betonlaşdırmaq, traktorları çağıb yandan qazarıb su başqa yerlərə getməsi,
kanalizasiyaların təmizlənib böyütmə. Bu kimi işlər görülməlidir. İnşallah yəqin ki, dövlət qurumlar bunun barədə də artıq düşünür, edər. Nəyə görə Nadim Əlikhanov bunu deyəndə vaxtilə bir çoxlar həmişə də bir fəlakətlər olurdu deyirdi. Amma bu cür 50-100 ilin son fəlakətlər olacağı deyəndə bu dərəcədə bir şeylər bir insanların beyninə gəlməmişdi, görməmişdi. Çünki yaşadığı dövr bunu göstərməmişdi. Bəli, bəzi çonğunlar, sellər olur, amma bu bir başqaydı. İnsanların çayların aparması, ölümlər, həyatlarda evlərin dağılması və sairə çoxlu dəhşət şeylər oldu. Və bu daha da çox olacaq. Mən bu proqnozları illər əvvəl demişəm və hər ildə xatırladıram ki, bu hadisələr baş verəndən və bu baş verməkdə az bir müddət qaldığı müddətə həmişə təlimat verirəm. Hisslərimlə xəbər verirəm. Üzr istəyirəm təlimat deyəndə təlimləndirirəm ki, sizi ki, xəbərləndiririrəm ki, mənim hisslərim bu kimi şeylər olacağını deyir və qorumaq üçün düşün. Bir çox adamlar var ki, damba çəksə evlərin qırağına, məsəl üçün mən Qusardakı öz evimdə damba çəkdim. Bugünkü gün mənim evimə elə bir böyük ziyan olmadı, amma yenə də o burada pulumuz yoxdur ki, daha böyük sellər gəlib evimizə ziyan olsa biz onun qabağını ala bilmərik, amma biz müəyyən qurumlarınıza xahiş edirik, müraciət edirik ki, bu barədə tədbirləri görsün. Nədənsə o qurumlar da dünyada olan hər bir proseslərin gedişatına baxaraq sonradan olmuş hadisələrə görə qərar verir. Kimdir ki, Nadim ona qulaq assın? İndi gözü ilə görəndə Nadimi də xatırlayanlar var ki, bəli, bu adam bunu demişdi. Bu dərəcədə olacağını. Bəli, indi də deyirəm ki, gələcəkdə yaxın baş verəcəyi zamanında daha böyük sellər, dağıntıların olacağı hiss edirəm. Bir də hələ ki qorxma dediyiniz o dünya savaşı daha çox alovlandırır, böyüyəcək. Bir çox bölgələrin içində terrorlar, ayaqlanmalar böyüyəcək. Türkiyədə savaşa sürükləyən proseslər olacağı demişdim, indi ona doğru gedir. Axırı xeyirli eləsin. Afqanistan bölgəsindən, hansı ki İrana doğru keçid alınacaq dönüm başlayır, onu hiss edirəm. Bir çox şeylər var, hiss edirəm, deyəmirəm. Bu 8-in nəyin olduğunu da deyəmirəm. Elə bir proqnozum var ki, əslində bu proqnozu mən gözümlə o situasiyanı görürəm. Bu zəlzələ deyil. Bu bir çox bax dediyiniz proqnozlar deyil, heç onlar olacaq. Yəni zəlzələ dönəmi də gələcək. 1 il, 2 il, 3 il bilmirəm. Dünyada bir çox yerlərində böyük zəlzələlər olanda bir çoxlar o zaman dayanmadan ardıcıl çıxıb deyəcək ki, Türkiyədə olacaq, orada olacaq, Azərbaycanda olacaq. Danışan çox olacaq. Mənim bugün sakit olduğum müddətdə dediklərim geridə qalacaq. Çünki mən hər gün özümü pul verərək efirlərə çıxıb reklam eləyən biri deyiləm və habelə də boynu yoğun bir təhlilçi deyiləm. Bizimkilər də var axı, özünü reklam eləmiş insanlara qulaq asıb bunlara yadda saxlamaq. Əsl hissləri ilə, analizləri ilə, aylar, illər qabaq dediyini mənim kimi insandan o zamanın dönəmi gələndə sonra nə olacaq deyə qabağı almaq üçün düşünməyən bir insanlarıq biz. Nə olsa, mən öz ətrafdakı insanlara zaten xəbərdarlıq edirəm. Radiasiyaların genişlənməsi, aldığı nəfəsdən başqa xəstəliklərə qarşı təkan verilməsi durum var. Biz bəlkə də bunu çox hallarda yoxlamırıq, hava o bu və dərmanların bədənlərin gücləndirilməsi bəzi xəstəliklərinə təkan verməyin qabağını almış olarıq. Və bu bir gün çıxacaq. Bəzi altdan gedən xəstəliklər var. Hələ ki bu barədə çox adamlar çox yerlərdə açıqlamalar verməsə də, amma bəzi xəstəlik viruslar var ki, rak yönlü, infarkt yönlü, insult yönlü və vesairə ki xəstəliklərə təkan verilir. Mən bunu belə analizlər edib deyirəm, hisslərimlə deyirəm və əsasən də bizim bölgəmiz üçün təbii fəlakətlərin daha çox alovlanacaq və bir neçə il ərzində, ay, gün ərzində bu sellərin də 2 qat daha çox olması, daha gərgin olması, daha çox maşınların evin ziyanı verməsinin qabağını alması üçün düşünməlidir və ondan sonraki illərdə, aylarda, günlərdə davam edən bir tərəfdən savaşın gərginlikləri dünya üzərində, bir tərəfdən xəstəliklər, əsasən də deməyim odur ki, zəlzələlərin qabağını almaq üçün düşünməlidir. Və əsasən də hər şeyi bir qırağa qoyaraq bir deyə biləcəyim bir proqnozum var, demək istədiyim. Qorxum var deyə o proqnozu bugünkü gün özümə deməkdə cəsarət tapmıram. Çünki o proqnoz versə məni dünya idarə edən güclər yox edərlər. Çünki ən qorxulu olacaq olan şey o ola bilər.
Allah korusun. Hələ ki yox. Bir müddətdən sonra. Sağ ol.